Hər vaxtınız xeyir olsun, dəyərli biznesimizin izləyiciləri və dinləyiciləri. Çox aktual və eyni zamanda fərqli bir biznes mövzusu ilə sizin qarşınızdayıq. Öz sferasında sözünü demiş insanlardan biri bizim qonağımızdır. Anar müəllim, xoş gəlibsiz. Xoş gördük sizləri. Necəsiz? Şükür, çox yaxşı. Çox sağ olun ki, dəvətimizi qəbul elədiniz, gəldiniz. Mən təşəkkür edirəm dəvət etdiyiniz üçün. Mən bilirəm ki, siz az yatırsınız. Bu gün də az yataraq gəlibsiniz, yorulursunuz. Çox sağ olun ki, buna baxmayaraq vaxtı dəyişmədiniz və iştirak edirsiniz bizim podkastda. Anar müəllim, birinci sual budur ki, Anar müəllim kimdir? Onunla başlayırıq, daha sonra biznesinizə keçəcəyik. Mən Anar Rüstəmov, 42 yaşım var. Azərbaycanda Bakı şəhərində doğulmuşam. 2 övladım var. Təhsil olaraq Tibb Universiteti təhsili almışam. İkinci təhsil olaraq Türkiyədə bugün fəaliyyətdə olduğum ortez-protez sahəsi üzrə ortez-protez mütəxəssisi olaraq təhsilimi bitirmişəm və Azərbaycanda ilk olaraq özəl sektorda ortez-protez mərkəzini qurmuşuq Medicom brendi adı altında və bugün də tək Azərbaycan deyil, Azərbaycandan xaric 4 ölkədə daha eyni sahədə fəaliyyətimizi davam etdiririk. Okay, mənim birinci sual hamını maraqlandırır. Dəqiq əminəm. 42 yaşınız var, mənim də 29 yaşım var. Necə özünüzü qoruyubsunuz? Geldi, bu gen məsələsi deyil. Bunu daha çox həyata baxışla əlaqələndirərdim. Məncə insanı daha çox yaşlandıran onun negativ düşüncələridir, negativə daha çox köklənmələridir ki, biz həyatımızı əgər 3 dönəmə bölsək, keçmiş, bugün və gələcək, yəni daha çox bizi yaşlandıran keçmişdə qalmağımızdır. Gələcəklə bağlı çox ümid bəsləməyimizdir ki, bu bizi daha çox düşünməyə, deyərdim ki, lazımsız düşüncələrə gətirir. Amma keçmiş önəmlidirmi? Önəmlidir. Keçmişə biz necə baxmalıyıq? Sadəcə keçmişdən nəticə çıxarıb önümüzə baxmalıyıq və bugünü yaşamağı bacarmalıyıq. Yəni çox da o problemlərdə, o bizi stresə aparan o hallarda çox da ilişib qalmamalıyıq. Məsələn, siz bu periodu özünüz tətbiq eləyibsiz, indi danışırsınız da bizə. Necə bu hansı alətdən istifadə edərək bu situasiyadan keçmisiniz? Hansı ki, insanları ən çox indi bu dəqiqə narahat eləyir? Məncə siz güclü stres menecment də eləyə bilirsiniz, stresi idarə də eləyə bilirsiniz. Yəni açığı bunları sözdə demək çox rahatdır. Yəni tətbiqinə gəldikdə, deyək ki, sənin ciddi bir problemin var. Gəl indi bu problemdə ilişib qalma. Ya bu zamanla olur. Biraz təcrübədən, sınaqdan keçərək olur. Bir də burada nə köməyə gəlir? Mən adətən bu üsulu tətbiq edirəm. Deyək ki, hər hansı bir ciddi bir problemlə üzləşmişik, üz-üzə qalmışıq. Bir keçmiş təcrübəmə nəzər salıram. Deyirəm ki, bax 5 il bundan öncə daha ciddi bir problem olmuşdu ya da bənzəri bir problem olmuşdu. Nə oldu? Bir yolla həllini tapdı mı? Tapdı. Demək bu da bir şəkildə tapacaq. Sadəcə rahat burax, axışına burax. Bu o demək deyil ki, rahat burax və öz-özünə həll olan deyil heç bir problem. Sadəcə öncə rahat buraxmalısan ki, həlli yolunu da rahatlıqla tapa biləsən. Və təbii ki, rahatına buraxdıqdan sonra, yəni bəlkə bir anlıq kənara belə qoymalısan. Bir gün okey, mən bu barədə heç düşünməyəcəm. Tam rahat olduqda bu problemin həlli ilə bağlı müəyyən bir fikirlərə gələcəm. Amma yox, onun o stresini yaşadıqca təbii ki, heç bir həlli yolunu da tapa bilməyəcəyik. Öncə rahatına buraxıb, yəni mən şəxsən öz təcrübəmdən tətbiq etdiyim üsulu deyirəm. Bu bənzəri problemin keçmiş təcrübəmdə yaşadığım həlli yollarını bir xatırlayıb ki, oradan pozitivə köklənirik ki, aha, deməli bundan daha çətinlərini və yaxud da bənzəri problemləri həll edə bilmişiksə, bu da bir şəkildə həll edəcəyik. Otez, protez, bunlar çox adamın bilmədiyi şeylərdir. Adətən bizdə Tibb Universitetini qutaran kimi dedilər stomatoloq olurlar, indi mod düşüb psixoloq olurlar. Bu sahəyə maraq sizdən hardan yaranıb? İlk ixtisasım olaraq əczaçıyam, Azərbaycan Tibb Universitetini bitirmişəm. Amma deyim ki, universiteti bitirdikdən sonra əczaçılıq fəaliyyətlə məşğul oldum, heç məşğul olmadım. Yəni bir əczaçılıq şirkətində fəaliyyətimə başladım. Ümumiyyətlə ortez-protez sahəsindən gəlişim belə keçmişə dönsəm bir uğursuzluğun nəticəsi ilə əlaqələndirə bilərəm. Yəni uğursuzluq dedikdə mən bir tibb universitetini bitirdim, əczaçılıq fakültəsini. İlk iş olaraq karyerama başladım bir Azərbaycanda tanınmış, bilinmiş bir əczaçılıq şirkətindən, həmin şirkətin tibbi nümayəndəsi olaraq. Daha doğrusu başlaya bilmədim. Və bugün başlamamağıma görə çox da məmnunam. Niyə başlaya bilmədim? İmtahanları verdim, keçdim. Bir ay belə deyək, kurslar keçirildi. Sonra şirkət rəhbəri yanına dəvət etdi və bildirdi ki, Anar bəy, üzrlə hesab edin, biz sizinlə əməkdaşlıq edə bilməyəcəyik.
Yəni nəticələrinizlə çox razıyıq. Yəni çox yüksək bal toplamısınız. Hər şey öz yerində, amma şirkətimizin marketinq siyasətinə görə əməkdaşlıq edə bilməyəcəyik. Bu nə ilə bağlı idi? Mənim böyük qardaşım başqa bir əczaçılıq şirkətində marketinq müdiri idi. Ki məlumat ötürülə bilər, bu kimi hallar ola bilər. Halbuki heç mən qardaşımla ay ərzində bir dəfə görürdük bir-birimizi, ya da görmürdük ki, yəni ümumiyyətlə peşəkar anlamda bir iş müzakirəmiz də olmurdu. Okey, yəni tamam dedim, mən şirkət qaydalarınıza, polislərə hörmətlə yanaşıram, tamam dedilər, amma bir şirkət var ortopedik sahədə yeni fəaliyyətə başlayıb, çox istəyərdik ki, sizi yönəldək, orada fəaliyyətinizi başlayasınız. Okey, getdim, görüşdüm. Həmin şirkətin Azərbaycanda ilk əməkdaşı oldum və ilk əməkdaşı olmağım mənə çox böyük bir təcrübə qazandırdı. Çünki şirkətin indiyənə qədər o vaxtki rəhbərimə həqiqətən çox təşəkkür edirəm, Yusuf bəyə. Çünki şirkətin həm nümayəndəsi oldum, həm resepsiyon oldum, həm təchizatla məşğul olmadım. Ola biləcəyim qədər. Amma bu işləri üzərimə götürərək ciddi bir təcrübə qazanmış oldum nəticədə. Sonra elə oldu ki, artıq sahə dəyişikliyi oldu. Ortopedik məhsulların satışı ilə ilk başladım. Yəni fərdi olaraq yeni təsis etdiyim şirkətdə. Sonra baxdım ki, ortezlərin bir də fərdi hazırlanması var. Təbii ki, bu çox ciddi tibbi texniki biliklər gərəkdirir. Burada mənim tibb təhsili olmam köməyimə gəldi, amma yenə də sadəcə tibb təhsili kifayət etmir. Yəni ortez, protez texniki tamam ayrı bir sahədir. Azərbaycanda təhsili yoxdur və biz üst tutduq qonşu Türkiyə ölkəsində olan həmkarlarımıza, sağ olsunlar, verdikləri təlimlərlə bizə çox dəstək oldular. Daha sonrasında təbii ki, bir çox ölkələrə üst tutduq təlimlə bağlı. Almaniya, Fransa, İspaniya və bu ölkələrdə fəaliyyət göstərən bir çox tanınmış ortez-protez mərkəzlərində təlimlər aldıq. Ondan başqa sonrasında Türkiyədə ortez-protez təhsilimi başladım və bu təlimlərin davamında qərara gəldim ki, Azərbaycanda da olmasa təhsili, yəni bizə ən yaxın olan Türkiyədə təhsilini almalıyam və Türkiyədə Biruni Universitetində daxil oldum. Orada ortez-protez təhsilimə başladım. 6-7 il olar bitirmişəm. Bundan başqa bir də beynəlxalq ISPO deyilən beynəlxalq ortez-protez təşkilatı var dünya çapında. Bizim sahə ilə bağlı çox böyük bir təşkilatdır. International Society of Prosthesis Orthosis olaraq gedir açıqlaması. Və o təşkilatın 2020-ci ildə Azərbaycan üzrə prezidenti seçildim. Yəni burada bir dənə haşiyə çıxım. Təliminizə, təhsilinizə 300 mindən artıq pul xərcləyibsiz. Düzgün məlumatdır. Şəxsən özünüz. Bəlkə daha çox. 300 mindən daha çox. Bəlkə daha çox, çünki ortez-protez sahəsində olan təlimlər çox bahalı təlimlərdir. Və təbii ki, nəzərə alsaq ki, Azərbaycanda təhsili yox idi və düşünün ki, siz bir pasiyentə fərdi olaraq deyək ki, onurğa deformasiyası olsun və yaxud da uşaqlarda kəllə qutusu deformasiyaları olur. Bununla bağlı bir ortez hazırlamalısınız. Bunun üçün çox ciddi təlim və təhsilə ehtiyac var. Yəni bir də təcrübə olmalıdır sonrasında. Çünki bu qeyd etdiyimiz deformasiyalar elə bir deformasiyalardır ki, burada yanlış yanaşma və yaxud da yanlış müalicə kimi elə bir imkanınız yoxdur. Təbii ki, heç bir xəstəliyin müalicəsində yanlış yanaşma kimi bir imkan yoxdur. Amma burada deformasiya, məsələn, uşaqlarda kəllə qutusu deformasiyasında kəllə qutusu sürətlə intensiv olaraq böyüdüyü üçün burada zaman meyarı çox önəmlidir. Yəni doğru düzgün tətbiq etmək lazımdır. Ortopedik dəbilqə ki, biz tətbiq edirik. Həmin ortopedik dəbilqəni düzgün tətbiq etmək lazımdır ki, əks halda bir fəsadla nəticələnə bilər. Yəni bu baxımdan təbii ki, təcrübəli və təhsilli olmaq çox önəmlidir. Mənim birinci növbədə bu ortez-protez məsələlərində çoxuna maraqlıdır ki, biz Avropa ilə, Amerikadakı ilə eyni standartlara uyğun bizdə ortez-protez varmı? Bizdə bunu təmin edən həkimlərmi olsun, bu işlə məşğul olan adamlar bunu təmin etməkdə çətinlik çəkmirlər ki, ümumiyyətlə xalqın buna inamı nə qədərdir, necədir? Baxın, biz 20 ildir ki, bu ortez-protez sahəsində fəaliyyətlə məşğuluq. Əgər 10 il geriyə getsək, deyərdik ki, insanlar bir qədər inamsız yanaşırdı. Çünki inanmaları üçün Azərbaycanda bu texnologiyanın tətbiq olduğunu təbii ki, gözlə görməlidirlər. Və bizim də
ortez protez sahəsində daha yüksək, o az öncə qeyd etdiyiniz kimi Avropa, Amerikada olan texnologiyanın tətbiqi Azərbaycanda hardasa bir 10 il öncə Medikum Ortez Protez Mərkəzi tərəfindən başlanıldı. Burada da təbii ki, bu texnologiyaları tətbiq etmək, yəni o xidmət keyfiyyətinə cavab vermək ciddi bir maliyyə gərəkdirir. Maliyyə dediyim, əlilliyi olan insanların təminatı mövzusunda maliyyə gərəkdirir və bizdə də əslində Azərbaycanda ortez protez sahəsində inkişafın başlanğıc nöqtəsi başlanğıcı Heydər Əliyev Fondunun dəstəyi ilə oldu. Bildiyiniz kimi 2016-cı ildə aprel döyüşləri olmuşdur və aprel döyüşlərinin qaziləri 2017-ci ildən protezlə təminatı Heydər Əliyev Fondunun dəstəyi ilə Medikum Ortez Protez Mərkəzi tərəfindən icra olundu və burada artıq qazilərimiz üçün yüksək texnologiyalı protezlərin tətbiqi başlandı. Çox üzr istəyirəm müəllim. Bir ara dedilər ki, qazilərə protez Türkiyədən, Almaniyadan gətiriləcək və ora gedirdilər. Onda biz eləmişik onları. Yox, təbii ki, onları Medikum Ortez Protez Mərkəzi olaraq biz icra eləmişik. Ümumiyyətlə protez tətbiqi doğru olar ki, pasiyentin yaşadığı ölkədə tətbiq olunsun. Çünki protez belə deyək ki, rəfdən alıb satılacaq bir məhsul deyil. Protez fərdi hazırlanan bir məhsuldur və davamlı texniki xidmət gərəkdirir. Yəni davamlı olaraq pasiyentə bəlkə ilk o uyğunlaşma, adaptasiya mərhələsində bəlkə bir 10-15 dəfə həmin mərkəzə müraciət edəcək, gedəcək, gələcək, güdüyün həcmi dəyişəcək. Orada müəyyən tənzimləmə işləri görülməlidir. Və siz təsəvvür edin ki, pasiyent hər hansı bir xarici ölkədə getdi, səfər etdi, bir həftə 10 gün orada qaldı və protezini əldə etdi, geri gəldi. Bir həftədən sonra, adətən belə olur, bir həftədən sonra, 10 gündən sonra deyək ki, hər hansı bir tənzimləmə ehtiyac var. Növbəti bir aydan sonra daha bir xidmətə ehtiyac var. 1-2 aydan sonra daha bir xidmətə ehtiyac var. Özəlliklə əgər bu ilkin protezləmədirsə, yəni davamlı protez istifadəçisi deyilsə, o halda davamlı olaraq o adaptasiya mərhələsində xidmətə ehtiyacı var və bir pasiyent nə qədər belə deyək, protezlə xarici ölkə təmin olunsa bir 10-15 dəfə təsəvvür edin ki, gedib gəlməlidir. Ona görə yaşadıkları ölkədə təmin olunmaları daha məqsəd uyğun sayılır. O baxımdan da o zaman bəli qazilərimizin qonşu ölkələrdə protezlə təminatı bir mövzu olaraq müzakirə olunurdu. Amma qərar verən tərəflərin mərkəzimizlə tanışlığından sonra öncəki protezlə təmin etdiyimiz pasiyentlərin razılığını alınacaq. Bəli, yəni o məmnuniyyətini, ümumiyyətlə o videolarını izlədikdən sonra təbii ki, artıq qərara gəlindi ki, qazilərimizin protezlə təminatı Azərbaycanda bizim mərkəzdə icra olunacaq. Mənə çox maraqlıdır. Bir protezin emalı istehsalı nə qədər müddət çəkir ortez protezin? Ümumiyyətlə ortez və protez iki ayrı bir-birindən fərqlənən, yəni istehsalat prosesi baxımından da fərqlənən sahələrdir. Əgər protezi soruşuruqsa, bir protezin pasiyent bizə müraciət etdikdən sonra hazırlanması ortalama arası bir ay çəkir. Amma bu yenə də fərdi xarakter daşıyır. Deyək ki, pasiyent müraciət edə bilər, hansı ki, heç protezləməyə hazır deyil. Bu məlumatı da biz istər sosial media vasitəsilə, istər tibbi konfranslarda, yəni həkimlərimizlə, ümumiyyətlə pasiyentlərimizlə də birəbir görüşlərdə paylaşırıq. Protezə başlamadan öncə protezə hazırlıq mərhələsi daha çox önəmli bir prosedurdur. Çünki zamanında pasiyent protezə hazırlıq mərhələsini keçməzsə, sonrakı mərhələdə istifadə edici protezdən də o qədər faydalana bilmir. Bunu biz artıq uzun illərdir paylaşırıq. Çünki çox önəmli bir mövzudur. Pasiyent bizə müraciət eləyir. Deyək ki, 1 il öncə amputasiya olunub, 1 il ərzində heç bir proseduru etməyib, nə güdüyü bintləyib, bandajlayıb, belə deyək, nə müəyyən güdük əzələlərini gücləndirəcək hərəkətləri etməyib. Və nəticədə 1 il sonra müraciət edir ki, bizə, mən protez istəyirəm. Amma müayinə edib baxırıq, görürük ki, güdük əzələləri atrofiya uğrayıb, güdükdə kontraktura var. İndi bunlar tibbi terminlərdir. Və nəticədə ya protez tətbiq oluna bilməyəcək, amma bəlkə də gənc bir adamdır, aktiv həyat tərzinə geri dönmək istəyir, amma edə bilməyəcək. Və biz bugün bütün o informasiya vasitələrindən istifadə edib paylaşmağa çalışırıq ki, amputasiyadan sonra bir multidisiplinar yanaşma olmalıdır. Əməliyyatı edən cərrah, əməliyyatdan sonra o pasiyenti ötürməlidir. Əslində psixoloq ona belə deyək ki, daha çox ruhlandırmalıdır ki, yəni bu həyatın bitişi sayılmır. Bundan sonraki həyatında
daha aktiv ola biləcəksən. Oxşar amputasiyada hansıları ki, protez tətbiq olunub, o videolar nümayiş olunur ki, bax, bu insan da sənin kimi ayağını itirmişdi, amma bugün bax necə velosiped sürür, idmanla məşğuldur və bu psixoloji olaraq ilk öncə bu dəstək olmalıdır. Sonrasında təbii ki, reabilitoloq, müalicə bədən tərbiyəsi həkimi nəzarətində olub güdük əzələləri gücləndirilməlidir. Təbii ki, doktorun təyinatı zamanı gəldikdə ki, bunlar vaxtında hamısı mərhələli şəkildə multidisiplinar yanaşmala olmalıdır ki, sonraki protez tətbiqində pasient protezdən tam faydalana bilsin. Mən yəqin ki, protez tərəfini canlandıra bilirəm gözümdə, amma ortez tərəfi canlandıra bilmirəm. Biraz ortez haqqında da məlumat. O nədir ümumiyyətlə ortez? Ortezlər ümumiyyətlə dayaq hərəkət sistemi deformasiyalarında tətbiq olunan fərdi üsulla hazırlanan bir ortopedik vasitədir. Misal verə bilərsiniz? Misal üçün deyək ki, bugün daha çox rastlaşdığımız, bugün daha çox gördüyümüz skalyoz deformasiyası olsun. Yeniyetmə dövründə daha çox görünür. Onurğanın yana doğru əyriliyi, tək yana doğru əyriliyi deyil, əslində üç müstəvili bir əyrilikdir. Ondan başqa uşaqlarda ayaq deformasiyaları olur və bütün bu dayaq hərəkət sistemi deformasiyaların konservativ üsulla, yəni qeyri-əməliyyat üsulu, qeyri-medikamentoz üsulla müalicəsində ortezlər tətbiq olunur. Bu məsələ ilə bağlı bir ara deyilənlərə görə 2000-2005 aralığında Azərbaycan bir rayonunun kəndində bir qism doğulan uşaqlarda axsaqlıq müşahidə edilir. Bir ayağı bir ayağından balaca, bir ayağı bir ayağından ümumiyyətlə fərqli formada və gəldikləri qənaəti olub ki, doğum sırasında baş verib bu. Doğuş sırasında nə bilim dartınıb ayağı, necəsə bir şey olub. Bu kimi məsələlərdə ortez bizə kömək ola bilər. Ümumiyyətlə bu mövzu daha çox, indi biz ortoped texnik sayılırıq, daha çox həkimlərə yönəlik bir sualdır, amma yenə də bilim və təcrübəm əsasında cavablandırım. Ümumilikdə əksər ortopedik deformasiyaların yaranma mənşəyi, yəni etiologiyası bəlli deyil. Yəni biz bunu tam əminliklə deyə bilmərik ki, bu genetikdirmi və yaxud da bətin daxili bir olan deformasiyadırmı? Yəni əksər skalyoz dediyimiz ayaq deformasiyaları olsun, digər deformasiyalar olsun, əksəriyyət etibarilə bunların etiologiyası bəlli deyil. Yəni yaranma səbəbi bəlli sayılmır. Ortez baxımından sizin sualınıza cavab, yəni ortezlərin bu kimi deformasiyaların müalicəsində faydası varmı? Yəni ciddi bir faydası var. Yəni müalicənin çox önəmli bir hissəsidir. Misal üçün deyək ki, serebral filicli uşaqlar. Bugün biz onları daha çox görürük. Serebral filicli uşaqlarda deyək ki, hərəkət, yəni yerimə biomexanikasında təbii ki, kənara çıxmalar olur da, yəni normadan kənar. Bu uşaqlar təbii ki, vaxtaşırı olaraq fizioterapevtik, reabilitoloji müalicələr alırlar və aldıqları müalicəni təbii ki, davamlı almalıdırlar. Deyək ki, müəyyən səbəblərdən, maddi səbəblərdən ola bilir və yaxud da ünvanla bağlı ola bilir. Deyək ki, hər hansı bir regionda yaşayır, Bakıda almalıdır müalicəni, gəlib gedə bilmir. Əksər hallarda bu maddiyyatla bağlı olur. Təsəvvür edin ki, serebral iflici olan bir uşaq, hansındakı kontrakturalar var, əzələ tonusu var. O müalicəni alır, sonra gedir deyək ki, evinə. Davam edə bilmir davamlı olaraq müalicəni və müalicədə aldığı effekt nə olmuş olur? Geri dönür artıq, bir geri dönmə, yəni kontraktur yenidən inkişaf edir, həmin o fəsadlar yenidən yarana bilir. Bunların olmaması üçün, yəni həmin müalicənin effektinin qalıcı olması üçün və biomexanik cəhətdən dayaq hərəkət sisteminə müsbət təsir etməsi üçün ortezlər tətbiq olunur. Mənim, bu bəlkə də biraz emosional sualdır. Bəlkə də mən burada hər hansı bir ədaləti bərpa eləyə bilmərəm. Sadəcə çox maraqlıdır. Bu proseslər, ümumiyyətlə ortez, protez məsələləri niyə bu qədər bahalıdır? Niyə bu qədər bahalıdır? Yaxşı sualdır. Çünki deyilənlərə görə buna ehtiyacı olan insanların əksəriyyəti bəlli bir kütlədir və məbləğləri çatmırlar bunu eləməyə və yaxud da yaşadıkları regionda bu xidmət yoxdur. Bahalı olmağına səbəb mən başa düşürəm ki, can sağlığı ilə bağlı olaraq daha çox bahalıdır, amma bu qədər kəskin qiymət artımı və eyni zamanda bir qrup klinikalar mı deyim, mərkəzlər mi deyim, elə bir rəqabət vəziyyəti yaradıblar ki, bilmirsən orada yaxşıdırmı, pisdirmi, amma uçurumdur da biri 500, biri 2500, biri 300, biri 3300. Bu necə olur mən başa düşmürəm. Ya ümumilikdə digər mərkəzlərlə bağlı çox bir şey deyə bilmərəm, amma bizim mərkəzdə qiymətləri, yəni göstərilən xidmət,
məhsulun, materialın keyfiyyəti baxımından bunların hamısını optimallaşdıraraq, yəni Azərbaycan üçün daha münasib qiymətlər formalaşdırmışıq. Əslində biz nəzər salsaq yaxın ölkələrə, hansıların ki, ekonomik vəziyyəti bəlkə də Azərbaycandan da yaxşıdır və yaxud da pisdir, oxşar ekonomik vəziyyətlərdə. Bizim misal üçün 250 manata satdığımız bir məhsul bəlkə Azərbaycanda ancaq 250 manatdır. Yəni normada 500-600 manat heç mən getmirəm, yəni üzü Avropaya tərəf. Yəni orada baxın, eyni texnologiya ilə hazırlanır, eyni materialdan. Bizim istifadə etdiyimiz materialları belə Avropadan gətirdiririk, Almaniyadan ixal edirik. Və Avropada çalışan şirkət də eyni şirkətdən alır materialı, eyni texnologiya ilə hazırlayır. Yəni orada 1500 evroya satılan məhsulu biz burada əgər mən desəm ki, biz onu burada 300 manata satırıq, yəni baha da deyilə bilirmi? Yəni eyni əziyyət çəkilir. Yəni onu hazırlayacaq o mütəxəssislərin əmək haqqları və yer, yəni tibbi xidmət göstərilən yer və bütün bu şərtləri, məsrəfləri nəzərə alsaq, ümumiyyətlə ortez protez xidməti ucuz bir xidmət deyil. Amma biz Azərbaycanda o xidməti ola biləcək qiymətlərdə təklif edə bilirikmi? Yox, burada əhalinin alıcılıq qabiliyyətini nəzərə alırıq təbii ki. Başa düşdüm.